Şəhərdən qaçış planımı açıq elan edib, həftə sonu Xitxorunda nə az nə çox 170 evro ödəyərək bir günlük bu evi tutdum. Deyə bilərsiniz ki, Aysel bahalıdır. Deyə bilərsiniz ki, həftə sonu bir gecə qalmaq üçün nəyə dəyər idi? Ola bilər, razıyam, ola bilər. Amma o qədər yorulmuşdum şəhərdən, o qədər yorulmuşdum. Bir balaca bayquşluğa ehtiyacım olduğu üçün düz mənim yaşadığım yerdən 2 saat məsafədə uzaqlıqda yerləşən bura gəldim. Bu ev yiyəsindən qoyulan hədiyyə idi. Çox şəkər kimi görsəndi mənə. Ümumiyyətlə evə girəndən hər şey o qədər xoşuma gəldi ki, bu evdə. O qədər səliqə ilə hər şeyi hazırlamışdılar ki, yəni ev nə qədər balaca olsa da bir o qədər səliqə ilə detallı hazırlanmışdı. Mənə ləzzət elədi. Elə bil ki, ruhum dincəldi bu evdə girən kimi. Məni bir balaca azdan çoxdan tanıyırsınızsa, bədxərc insan deyiləm, amma istirahətə, səyahətə və əgər lazımdırsa bir balaca buradan sizi maşınım salamlayır. Hello. Buradan da mən sizi salamlayıram. Bir dənə də hello. Nəsə sözüm onda deyil. Bunu da bir dənə qeyd edeyim. Deməli bu evə gələnlərin hamısı xəritədə hansı ölkədən olduqlarını qeyd edirlər. Azərbaycan yox idi, onu da mən qoydum. Amma sözüm onda deyil idi. Düşünürəm ki, bəzən özünə yatırım eləmək elə istirahətdən başlayır. Çünki mən istirahət eləməyi çox da bacaran bir insan deyiləm. Səyahətlərimin özü də çox gəzirəm durmadan, yeni yerlər görməyə çalışıram, amma bu istirahət deyil. Ona görə də bu həftə sonu sırf istirahət etmək üçün evdən tam uzaqlaşıb türklər demiş kafamı dinləməyə çalışırdım. Görüm necə alınacaq. Sən nə deyirsən? Mənim elədiyim bu avanturanı sən də həyata keçirərdinmi?